Değerli dostlarımız, xoş gördük sizləri. Sizlərə bu günləri Xırdalan şəhərində, Mərkəzi Prospekt yolun üzərində, tam köhnə bazarın yaxınlığında, düz qarşısında 16 mərtəbəli binanın 13-cü mərtəbəsində 86 kvadratlıq kupçalı 3 otaqlı sizlərə mənzil təqdim edirəm. Bəri başlanan qiymətini də deyəcəm, kupçalı olaraq satışa çıxarılıb 135 min manata satışa çıxarılıb. Qonaq otağı ilə sizləri tanış edirəm. Dəyərli dostlarımız, qonaq otağın qarşı tərəfində arka işləmələrlə mətbəx sahəsi, mətbəx mebelinə kimi quraşdırılıb, hazır bir vəziyyətdədir. Tam köç yaşadır dəyərli dostlarımız. Əlavə istəyə uyğun olaraq burada mətbəx mebeli yaratmaq mümkündür və köhnə bazarın tam yaxınlığında sizlərə 16 mərtəbəli binanın 13-cü mərtəbəsində 86 kvadratlıq kupçalı mənzil təqdim edirəm. Dövlət ipotekasına yararlıdır. 135 min manata satışa çıxarılıb. Siz də mülkünüzü satmaq istəyirsinizsə 055 291 35 65 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Dəhliz sahəsidir, mərkəzi giriş qapısıdır. Dəhlizdən sağda yerləşir sanitar qovşaq, yataq otağı və ikinci yataq otağı. Dəyərli izləyicilərimiz, mənzilimiz 3 otaqdan ibarətdir. Yataq otaqlarından birindən balkon sahəsinə keçid etmək mümkündür. İstilik sistemi kombidir. Kombinin aparatına, qaz sayğacına kimi hamısı quraşdırılıb. Kondisioner də evin içərisində qalacaq. Radiatorlarına kimi hamısı quraşdırılıb, hazır vəziyyətdədir. Tamamilə köç yaşa bir mənzil təqdim edirəm. Sanitar qovşaqla tanış olaq, dəyərli dostlarımız, tam təchizat, bütün aksesuarlarına kimi quraşdırılıb, hazır bir vəziyyətdədir. Köç yaşa bugünkü gündə sizlərə mənzil təqdim edirəm. 86 kvadratlıq bu binada retki mənzillər çıxır satışa, dəyərli dostlarımız. Radiatorun barmaqlıqlarının enliliyinə baxın, dəyərli dostlarımız. 2 metrə yaxın radiator barmaqlıqları bağlanılıb, hazır vəziyyətdədir. Kondisionerinə kimi var. Dəyərli dostlarımız, baxış mənzərəsi köhnə bazara baxışı var. 2 və 9 nömrəli məktəblərin tam yaxınlığında, bütün yaşayış obyektlərinə yaxın bir ərazidə 86 kvadratlıq kupçalı 135 min manata sizlərə mənzil təqdim etdim. Gələn videolarda sağ olun, sağlıqla qalın, səhifəni izləyib takip etməyi unutmayın. Sağ olun.